Bitcoin nədir və niyə dəyəri var? Bəziləri zarafatla deyir ki, bu sadəcə qiyməti həmişə qalxan sehrli internet puludur. Əlbəttə bu zarafatdır. Amma Bitcoin tamamilə onlayn mövcud olan bir aktivdir və çoxlarının bu nəyə görə dəyərlidir sualını verməsi çox təbiidir. Gəlin qısa bir tarixçədən başlayaq. 2008-ci ildə baş verən böyük maliyyə böhranı zamanı milyonlarla insan evini, işini və yığımlarını itirdi. Bu hadisə banklara və mərkəzi maliyyə sisteminə olan inamı ciddi şəkildə sarsıtdı. Məhz bu etimadsızlıq fonunda Satoshi Nakamoto adlı naməlum bir şəxs və ya qrup 2008-ci ildə inqilabi bir fikir ortaya qoydu. Banklara ehtiyac duymayan, insanlardan insanlara işləyən rəqəmsal pul Bitcoin. Bitcoin bunu blockchain texnologiyası sayəsində mümkün edir. Blockchain sadə dillə desək, rəqəmsal bir qeyd dəftəridir. Bitcoin üçün bu dəftər bütün əməliyyatların açıq şəkildə yazıldığı bir sistemdir. Bu sistem heç bir mərkəzə bağlı deyil. Onu dünyanın hər yerində, öz kompüterində Bitcoin proqramını işlədən insanlar birlikdə qoruyur. İstənilən şəxs bu şəbəkəyə qoşula bilər. Bütün əməliyyatlar hamıya açıqdır və hər yeni əməliyyat əvvəlkilərlə kriptoqrafik şəkildə bağlanır. Bu səbəbdən saxtakarlıq etmək ya mümkün olmur, ya da dərhal hamı tərəfindən görünür. Bu isə şəffaflığı və təhlükəsizliyi təmin edir. Bitcoinin ən önəmli fərqlərindən biri də budur. Sən pullarını özün idarə edirsən. Bank sistemində hesablar dondurula, köçürmələr dayandırıla bilər. Bitcoində isə sikkələr sənin şəxsi rəqəmsal cüzdanındadır və üzərində tam nəzarət sənə məxsusdur. Bir başqa vacib məqam isə məhdud təklifdir. Kağız pullar istənildikdə çap oluna bilər, amma Bitcoindən cəmi 21 milyon ədəd olacaq. Bu məhdudluq onun dəyərinə birbaşa təsir edir. Elə buna görə də bir çox insan Bitcoini rəqəmsal qızıl adlandırır və onu inflyasiyaya qarşı qoruyucu vasitə kimi görür. Bitcoinin dəyərini artıran başqa bir faktor isə zamanla qazandığı etibardır. Lindy effekti deyilən bir anlayış var. Bir şey nə qədər uzun müddət mövcud olursa, gələcəkdə yaşama ehtimalı da bir o qədər artır. Bitcoin artıq 15 ildir ki var və bu müddətdə saysız hesabsız digər kriptolar yoxa çıxdığı halda o hələ də güclənir. Bəzi dövlətlərin mining və adaptasiya etməsi də onun artıq cəmiyyət tərəfindən daha ciddi qəbul edildiyini göstərir. Bəs ümumiyyətlə bir şey niyə dəyərli olur? Məsələn, dollar ona görə dəyərlidir ki, insanlar ona inanır və gələcəkdə də başqalarının qəbul edəcəyinə güvənir. Bitcoin də eyni prinsiplə işləyir. Bu kollektiv inan və razılaşma məsələsidir. Bəli, spekulyasiya Bitcoinin qiymətində rol oynayır. Amma bu, inkişafın ilk mərhələsində olan bir çox aktiv üçün normaldır. Hətta qızıl belə tarix boyu ciddi dalğalanmalar yaşayıb. Hələ də şübhə edənlər var. Amma Bitcoinin texnologiyası, real istifadə imkanları və artan qəbulu göstərir ki, bu keçici bir trend deyil. Əgər faydalı oldusa, bunu başqaları ilə də paylaş.